İnformasiya təhlükəsizliyi riskləri reyestrinin aparılması qaydası təsdiqlənib. Bölgə TV xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb. Qərarda risklər reyestrinin sahibi tərəfindən informasiya təhlükəsizliyi riskləri reyestrinin aparılmasının hüquqi, texniki və təşkilati əsaslarına, risklərin qiymətləndirilməsinə, risklərin emalının təşkilinə və təmin olunmasına, reyestrlərin hüquqi şəxslər və fərdi sahibkarlar tərəfindən könüllülük əsasında aparılmasına, habelə risklər reyestrinin sahibi və operatoru üçün həmin reyestrdə olan biliklər və yeni aşkar olunan təhdidlər barədə məlumatların aidiyyəti üzrə ötürülməsinə və onların yenilənməsinə dair tələblər nəzərdə tutulub. Qərarla dövlət orqanları, dövlət adından yaradılan publik hüquqi şəxslər, dövlət mülkiyyətində olan və paylarına nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslər və digər büdcə təşkilatları məsul olduqları informasiya məkanlarında informasiya təhlükəsizliyinə və kiber təhlükəsizliyə təhdidlərin qarşısının alınması məqsədi ilə 6 ay müddətində informasiya təhlükəsizliyi riskləri reyestrinin yeni təsdiqlənən qaydanın tələblərinə uyğun formalaşdırılmasını təmin etməlidirlər. İnformasiya məkanında informasiya təhlükəsizliyinə və kiber təhlükəsizliyə təhdidlərin kateqoriyalar üzrə təsnifatlaşdırılmış toplusunun daxil edilməsi və daim yenilənməsi məqsədi ilə xüsusi rabitə və informasiya təhlükəsizliyi dövlət xidmətinin internet informasiya ehtiyatında təhdidlər və həllər kataloqu yaradılacaq. Rəna Rövşənqızı, BTV.